Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində, şəhərin mərkəzində, yəni keçəllərdə, eyni zamanda Gəncə qalası kimi tanıdığımız keçmiş köhnə Qalxız bazarının yanında, bax qarşıda gördüyünüz, bax burada deməli 3 otaqdır. Necədir? O cür mən sizə videosunu göstərim. Bax bu otağın ölçüsü 3-ün 3 yarımadır. Bax bu cürdür. Yeni təkrar edirəm. İndi deməli qarşıda divarını görə bilərsiniz. Yəni ümumiyyətlə bu arxadakı otaqlar belədir. Bura isə 3-ün 4-dədir. Bax burada 3 otaqdır. Dediyim kimi keçəllərdə yerləşir bu. Həyət evi 4 sotdur. Bura isə 4-ün 5-ədir. Bu bax yenidən mən sizə bu ərazini göstərirəm. 4 sotdur. Qiyməti 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm. Yəni o barədəki keçəllərdə yerləşir, keçəllərin küçəsində yerləşir bu həyət evi. Bundan başqa Gəncə qalasının arxasıdır. İndi mən sizə mətbəxini göstərəm. Bax, mətbəxi bu cürdür. Maşın daxil olur. Darvazasını mən sizə göstərəcəm. Bax, bura deməli mətbəxidir. Qarşıda yenidən bir otaq var. Bax, belə bir həyət evinin qiyməti 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən bax, burada isə belə bir otaqdır. Necə görürsünüz, bu cürdə var. İnsan məhəlləsinə keçirəm. Eyni zamanda bağçasını görmək mümkündür. Çox yaxınlıqda yenə şəhərin mərkəzidir. Yəni keçəllər küçəsində yerləşir. Yəni keçələrin küçəsində dedikdə təxminən bir 50 metrlik məsafədə yerləşir bu həyət evi. Bax, bura deməli, mən sizə indi göstərirəm. Gəncə qalasıdır. Qarşıda görürsünüz həmin ərazini. Bax, yenidən Gəncə qalasının deməli divarlarını görmək mümkündür. 4 sotdur. Bura isə bağçasıdır. Baseynisi var. Bax, belə bir həyət evinin qiyməti 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Çox yaxınlıqda 5 nömrəli orta məktəb yerləşir. Yenə təkrar edirəm. Yəni şəhərin mərkəzidir. Bax, belə bir 4 sotda həyət evinin qiyməti 67 min manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.